Fuji'nin özelliği bitmir ki bitmir. Mən sizi Fuji'nin daha bir yeni özelliği ilə tanış etmək istəyirəm. Deməli, gecə vaxtı gəlmisiniz, qaranlıqdır və yaxud evdə işıqlar sönüb, evə gedənə qədər və yaxud qapının ağzına gedənə qədər ayağınızın altını görmürsünüz. Bunun üçün nə etmək lazımdır? Düzdür, bəzi modellərdə avtorejim var. Orada harca 20 saniyə, 30 saniyə avtomatik, yəni qapılar bağlanandan sonra işıq yanır. Fuji'ndə necədir? Deməli, çatdıq ünvana, maşını söndürdük. Yerə düşməmişdən qabaq dalini bir dəfə dartıb özümüzə çəkirik. Fikir verin. Dalin işıq yandı. Və düşürük. Qapını bağlayırıq. Hardasa 30 saniyə ərzində bu işıq yanır. Ona qədər aydın məsələdir ki, yəni qapıya çatmaq olar, içəri girmək olar. Ondan sonra avtomatik özü sönür. Hələlik bu qədər.